Fikir vermişsinizmi? Yazda üzüm ağaçları budanarken kesilen yerlerden su tökülür. Bu su tərkibində vitaminlər və minerallarla dolu olan bir sudur. Yəni adi su deyil. Kəsilən budaqlarının birinin altına bir qab qoyun və bu faydalı sudan siz də yararlanın. Suyu müəyyən qədərini istifadə etdikdən sonra soyuducuya qoya bilərsiniz. Çox saxladıqda jelləşərək bərkiyir. Ona görə bu faydalı suyu bir həftə ərzində istifadə edə bilərsiniz. Bu suyun bir çox faydaları var. Saç diblərinə çəkmək və ya saçları yaxalamaqla kəpək, qaşınma, saç tökülməsinə son verəcəksiniz. Bu su ilə üzünüzü yumaq və yaxud tonik kimi istifadə etdikdə dəri faydalı vitaminlərlə qidalanır, solğunluq, qabıqlanma problemlərinə son verilir.